Dostlar, salam vaxtınız xeyir olsun. Dəmir Sərvət Sexindən Usta Sarxan, Biləsvar balası Şəkilə. 4 kilovat, 3 kilovat, 4 təkər mis sarğı molfaza baxın. Dubai motoru mis sarğı, 4 təkər, avtomat rubulnik. Tokumuz nə qədərdir? 200, nə qədər? 233. Sistemi, təzapsaq sistemi, yəni o baraban yox, təzapsaq sistemi. Şəki, 4 kilovat. Dayı salam. Allah xeyri versin. Şəkinin arası bura. Dəmir yol, Kələbixan qəsəbəsi. Şəkinin dəmir yol, Kələbixan qəsəbəsi. Bu da Usta Talih, Şıxalın əvəsi, Biləsvar balası. Biləsvar uşaqları Şəkilə. Aparatımız 4 kilovat, sonra Nolfazadır. Hər dəfə gəlsiniz, ay Nolfaza. Qardaş, bax Nolfazadır, ev tozu, razetki ilə. Yəni 3 faza deyil, Nolfaza. Yəni, İnşallah samanımızı çəkirik. Daha yonca vermədi. Deyir elə, saman çəkən yonca çəkin. Bir də arpamız var da, arpamız çəkəcək inşallah. Talih, at yavaşla geçsin. At geçsin. Atanda bir dənə başım atma, toka baxım. At toka baxım. Düşür, at. 230'da at hələ. 229, 226, 28. Üstünə nə ilə qoysan Talih? Güzel əydi. O bir sələklərimiz vardı. At qımdan baxım. Gəl. O bir sələklərimiz də buradadır, baxın. Üstünə qoyduğum güzel əydi. İnə ələyimiz buradadır. Bax, bu bizim inə ələyimizdir. Bu bizim arpa bığdanı un eləmək ələydir. Bu bizim arpa bığdanı yarma eləmək ələydir. Bu isə arpa bığdanın ciftidir də, bilirsiniz də. Az çox getmə şpindilidir. Üstünə qoyduğumuz güzel əydi. Bir də gedən. Bax, bu da bunun doğradığıdır. Baxın, güzel əyindən, inə eləyi burada. İnə eləyi böyük eləyi qoymamışıq. At geçsin qardaşım. Kənardan çəkilən toz torpaq olmamaq üçün. Bax. Üstdən də bax, oradan atır, oradan torpaq bırak. Yəni üstdən çox adam deyir, torpaq çıxmır. Deyil sayısa təkər nə üçündür? Təkər onun üçündür, üstdən torpağı qaldırmasın. Oradan atır, buradan çıxır. Bir dənə ot atanda, saman atanda arada didi baxmaq lazım. İçində dəmir, dırmıq olmasın, gedib motoru sağız aylamasın. At. Maşallah, tok qəşəngdir. Saman deyəs çətin doğranan bir şeydir, bizdə jılgı kimidir. Dayı bilir də, yəni çətin doğranan bir şeydir. Tok güclüdür, yəni motor dağıtılıb boğulmur. Çox yerdə o saman atanda, yoncada bilinmir o qədər. Samanda boğulur, o da tok 180, 190 olur, boğulur. Nətərdir dayı? Aləm qatdım birindən. Buradan inşallah çıxıb gedirik Oğuzun nə kənd dedi bilmədim. Gələn 4 kilovat aparat var, onu da aparacaq Oğuza. İnşallah. Bax, bir dənə 4 kilovatımız bizdə burada Oğuz. Gedirik Oğuza inşallah. Yoxlayaq bunu. Dayı nətər doğrayır ay dayı? Əladır. Xeyir olsun. Damın doğradığı baxın. Samanı, çünki daha yonca var, yonca vermədi. Həqiqət saman çətin doğranan şeydir. Samanı doğrayırsa yoncanı onunla da qəşən doğrayacaq. Samanı biraz azaltmaq lazım. Yoncanı amma nə qədər 10 sant, 20 sant atsan yoncanı aparacaq. Çünki ağacı nə qədər ağaclı, qanqallı, biyanlı, kuz var, o məkanın ağacı var, onu da nə istəyən doğrayır. Talih bir dənə sökdəni başa sal, arpa da çəkək bir şey bunu, sonra inşallah gedək Oğuzun aparatını verək. Əslində yolumuzun üstünü birinci Oğuz idi, Oğuzu verməlidir. Posta Yevlax yolu ilə gəldik, postdan fırlandıq, birinci bura düşdü. Şəki düşdü, indi qaydan başı inşallah Ağdaşdan girib inşallah oradan Oğuzun aparatını verəcək. Ağdaşdan yox, gedəndə şeydən, Sizdən keçəndə axışdan çıxıb nizamiləcək. O baləcələ idi. Ot deyəndə, ot nə idi? Samanımızı çəkdik. Ən çətin doğranan otların içində samandır. Saman çünki bizdən yumuşaq jılgı kimidir. Daha yonca vermədi, saman çəkdik. Baləcə güzəlləyindən samanımızı çəkmişik. Bunu atmanın qabağına at qoy. Belə də atsan yersə, arpa bığına vurmaya ehtiyac yoxdur. Şöyle arpamızı çəkirik, boşalt hamısın. Böyələk qoy. Bax, Talih başı salır. Bağlı vəziyyətdə boşalt. Bax, doldurdu. Xoda salandan sonra açacaq inşallah. Yox, xoda salandan sonra bax. Abrot ver. At geçsin. O qədər yox, qardaşım. Bunu bundan beraber qoy. Mən bu uşağı başa salan nədim ki? Bir dəfə düzgün klienti başa sala bilmədi. İşin incəliyi bilirsiniz nədir? Klienti düzgün başa salmaq. Otu da düzgün başa salmaq, yoncanı da, arpa bığdanı da.
Klienti düzgün başa salmasan tak biz ustayıq. Düzdür, biz bilirik bunu işlətməyi. Klient də bizim işlətdiyimiz işlədəcək, motor yanacaq. İşçinin nə qulağına? Tak tale işləri pulunu alır. Və hər dəqiqə sarxan, yanında sarxan cibindən gedir. Düzgün deyirəm başa sal ki, klient yandırmasın. İşlədənini rahat işlətsin. Sonra məndən inciməsin, motor yanmasın, mən də xərcə düşməyim də. Klienti rahat başa salmaq lazım. Çünki klient mən ama buna durub 4 kW 1200 manat pul verir, düzdür? Nəyə üçün? Samanın doğraması, arpanı çəkmək üçün, bu boyda presi doğrayıb əritmək üçün. Və bu presi doğramayacaqsa aparat, ona 1200 manat niyə verməlidir? Mən həmişə demişəm, düzgün çəkiliş eləyirəm. Gör bu atlatlar yığılıb qalıb hamısı, maşallah inşallah doğrayacaq, dayı sahını qurtaracaq. Tüm gündə hər yerdə klientlər bizim videolarını izləyir, görür də bizləri. Hə, daha gör nə qədər tok neçədə qalır? Neçədir? 233, əladır, süper. Nətər gedir orada Tali? 233, tokumuz normaldır. Zəifdədir, süperdir. Üstünə də balaca eləyə qoymuşuq, un eləyə qoymuşuq. İndi lazım olar, otu da balaca eləyə. Lazım olar, böyük elə. Böyüyü çəkər, lazım olar arpanı çəkər, böyük çəkər. Yəni balaca ilə yoxlayırıq. İndi klientlər böyük çəkər. Əslində quzu üçün balaca getmir. Böyük gedir, o yarım ələyi. Baba. Quzun otu budur. Quzunun ələyi budur, yarım ələyidir. O isə üstünə qoyduğumuz un ələyidir. Yəni inək üçündür. İnəyin də ələyi budur. Yəni qoyuram yana. Otu doğradığımız, bu samanı doğradığımız isə budur. Klienti belə başa salmaq lazımdır. İşlədəndə bilsin onu dəyişmək, bunu dəyişmək, işlətmək rahatdır. Orada çətin bir şey yox. Nə var ki orada? Alih qardaşımız da başa salır. Canavardır. Biləsvar uşaqları Şəkidə. Gözəl biləsvarımız 012. Və gözəl Toyotamız 652. Biləsvar uşaqları Şəkidə, birazdan da biləsvar uşaqları Oğuzda. Sabada biləsvar uşaqları yenə Oğuzdur, birisi gün haradır, birisi gün Şəmkir, Tozdur, o birisi gün yenə Balakan Zaqatala. Gətir boşaldaq ona, qaba boşaldaq, görək nə çəkim inşallah. Samanımızı çəkdik, paləydən inşallah qardaşımızı açacaq, görək elə un kimi ələyə qoymuşduq da. O gözündəkini şeylər qalmasın orada, tökək, görək. Əslində quzu üçün un kimi ziyandır, quzunun setkası daha buradadır, baxın. Yaxşıdır, o ağzına qalan boş şeydir, o işlədikcə çıxardır. Boşalt görək nə çəkib mənə. Hamısını tutardı, elə oradan çəkib. Hətta boşalt. Boşal. Dağıtma, cəmaata ziyan vurma. Bax, bu da bunun un kimisi, baxın. Dayı nətər çəkib? Yaxşı. Qəşəng, un kimidir, amma quzu üçün deyil, bu mal üçündür. Bu mala verməz də, bilsən də. Quzun ələyi ota bunu. Quzum yoxdur, elə məndə mal. Hə, mala belə çəkərsən. Hə, heç nə. Xeyirli olsun qardaş. Otdan, samandan, arpadan, buğdadan çəkin. 4 kW 4 təkərimiz sarxır, 4 təkər nol faza. Avtomat, çatdırma pulsuz, qiymət 1200 manat. Volt göstərici, rubelnik, 32'lik. Nə bilim, arpaqdan şipindili. Daha burada da. Az çox getmək üçün, sonra təkəri. İş budur, keyfiyyət budur. Danışam usta Sərxan, biləsvar balası. Bax ona, bax. Adam istəyir çörəyin arasına töküb yer. Nə? Çörəkdir, deyil o. Səhifəmizdə nömrəmiz var. 070 298 38 08. 2 zamanət çatdırma qoşuna pulsuz bütün bölgələrə. Türkiyə, Naxçıvanda gənə pulsuz göndərmək.